Uşaqlar, İMAŞEM 99 sınaq vəsaitindən mövzu sınağı 12-nin izahına baxırıq. Birinci sualda M çox aydınlığının dərəcəsi 10-dur. Yazırıq x üstündə 10 n-in yerinə. N çox aydınlığının dərəcəsi də 4-dür. Yazırıq x üstündə 4 n-in yerinə. Deyir ki, bunların cəminin kvadratı. Demişdik ki, cəm olanda ən böyük dərəcəni götürürük. Yəni 10. 10-dur. Qüvvətində 2-dir. 10 vurulsun 2 eləyir 20. Mötərəzənin çoxalındı 20. İndi n-in də vurulsun n yazılıbdır burada. N-imizin də dərəcəsi x üstü 4-dür axı. Oldu x üstü 20, vurulsun x üstü 4. Orta vurum olanda qüvvətlər toplanılır. 20 plus 4 bərabər 24. Dərəcə 24 birinci sual D variantı. Baxırıq ikinciyə. Yəni burada bizdən soruşduğu D bucağıdır, yəni alfadır. Bax, bunu bizdən istəyir. A bucağı 80-dır. A bucağı daxilə çəkilmiş bucaqdır. A bucağının söykəndiyi göz, baxın, bu hissə 160 dərəcə olacaq. Daxilə çəkilən bucaq söykəndiyi gözün yarısı olur. Yəni, deməli, baxın, bu B-dən C-yə qədər olan hissə 160 imiş ki, bura olub 80. İndi bu hissələr, işarələdiyim bax bu hissə, 360 çıxılsın 160. Yerdə qalacaq 200. Baxın, bu, biraz daha böyük göstərirəm. Alfa bucağının söykəndiyi gözdür. Alfa bucağı, yəni D bucağı da daxilə çəkilmiş bucaqdır. Söykəndiyi göz 200-dür. Deməli, alfa olacaq yarısı 100. Yəni, C bəndi. Baxırıq bu sualda bizə deyir ki, M-dir, 7-də 3, 11-də 3, 13-də 5 toplayanda M eləyir. Deyir 7-də 4 plus 11-də 8 plus 13-də 8 cəmini M ilə ifadə edin. Bu cəmin nə olduğunu bilmirəm, yazıram X. Bu tip misallarda əsas məsələ odur ki, biz verilmiş hər iki ifadəni ya toplayanda mı, ya çıxanda mı aldığımız cavab tam ədəd olmalıdır. Və yaxud da hər hansısa birini artırıb sonra toplaya bilərik. Fərq yoxdur da. Əsas odur ki, elə eləmək lazımdır ki, sonda aldığımız cavab tam ədəd olsun. İndi bax, fikir verin. Əgər mən də bunları sadəcə toplasam, cavabımız hazır olar. Yəni, rahatdır. 7-də 3 ilə 7-də 4-ü toplayanda alacam 7-də 7. 11-də 3 ilə 11-də 8-i toplayanda alacam 11-də 11. 13-də 5 ilə 13-də 8-i toplayanda alacam 13-də 13. Yəni, aldığım ədəd tamdır. Bax, bu 1-dir, bu 1-dir, bu da 1-dir. Tam ədədlərdir də, kəsir deyil. Bərabərdir. Cavabları toplayanda M plus X-dir. 3 bərabərdir M plus X. Mənə X lazımdır. X-i M ilə ifadə etməliyəm. 3 minus M. Cavab oldu A bəndi. Baxırıq 4-cü suala. Baxın, 4-cü sual öncəki sınavda da var idi bundan. Fikir verin, hündürlük median. Hündürlük median. Demişdik ki, əgər tənbülən sözü yoxdursa, iti bucaqları çıxırıq, cavab hazırdır. Tənbülən sözü olanda iti bucaqları çıxırıq, aldığımız cavabı 2-yə bölürük. Tənbülən sözü olanda. Burada tənbülən sözü yoxdur. Baxın, 4-cü məsələyə, hündürlüklə median arasındakı. İti bucaqlardan biri 42-dir. Düz bucaqlı 3 bucaqda biri 42-dirsə, o birisi olacaq 48-də, yəni cəmləri 90-ı verməlidir axı. Bu bizdən soruşur, hündürlüklə median arasındakı. Sadəcə 48-dən çıxacaqsınız 43-ünü, cavab hazırdır. Bu isə 6 dərəcə. Əgər yenə deyirəm, hündürlüklə median yox, hündürlüklə tənbölən desəydi, onda 6-nı 2-yə bölməliydiniz. Və yaxud da tənbölənlə median desəydi, 2-yə bölməliydiniz. Yəni, tənbölən sözü olanda aldığınız cavabı 2-yə bölməlisiniz. Amma tənbölən deyilsə, hündürlük və mediandırsa, elə çıxıb olduğu kimi götürmək lazım. Buradan baxırıq 5-ci suala. 1, 2, bunları soruşur. 110, 70, 'M' ilə N düz xətləri paraleldir, şərtdə veribdir. Baxın, bura 30-dursa, onda bucaq 3-də 30 olacaq, çünki qarşılıqlı bucaqlardır. Bucaq 3 30-dursa, bucaq 1 də 30 olacaq, çünki daxili çarpaz bucaqlardır. Baxın, daxili çarpaz bucaq. Bucaq 1 30-dursa, bucaq 2 də olacaq 150 dərəcə, çünki daxili bir tərəfli bucaqlardır. 1, 2, 3-ü tapdıq. Deməli, oldu 30, 150, 30. Cavab A bəndi. 6-cı sualda deyir ki, çox ədlin vuruqlara ayırın.
Bunu mən parçalayaraq da vuruqlara ayıra bilərəm. Amma hər zaman dediyim kimi düşünürəm ki, bəzən olur ki, imtahanda ayırmağı çətinlik çəkirsiniz. Bunun üçün ən yaxşı diskriminant tapıb kvadrat tənliyi necə vuruqlara ayırırsınız. Həmin şəkildə vuruqlara ayırın. Gedək biz burada diskriminant tapaq. D bərabərdir B kvadrat çıxılsın 4AC. Onun kvadratı çıxılsın 4 vur 3 vur 7. 100 çıxılsın 84 aldıq 16. İndi gedirik x1-i tapmağa. x1 bərabər mənfi b, yəni 10. Bir dəfə çıxılsın 16-dan 4 çıxır da. 4 bölünsün 2 3'üm 6. Bu edəcək 1. Bir dəfə də x2 bərabərdir 14 bölünsün 6. Ondan 4'ü toplayacağıq 6'ya böləcəyik. Bu da edəcək 2'ye böləndə 7 3. Adi qaydada diskriminant tapıb kökləri tapdım. İndi nə edirdik? X çıxılsın 1, x çıxılsın 3'də 7. Bu bizim vuruqlarımızdır. 1, 3'də 7. Sadəcə baxın, x kvadratının qarşısı, yəni a-mız 3-dürsə, bir də 3'ə vurmaq lazımdır da. Vuruqları belə ayırırdıq da, a vurulsun, x çıxılsın m, x çıxılsın n. Bu şəkildə yazırdıq. Və yaxud da x1, x2 də yazırdıq. x çıx x1, x çıx x2 də yazırdıq. Həmin qaydadan istifadə elədim. İndi x çıx 1'i saxlayıram. 3'ü vurub açıram. X çıxılsın 3'də 7'ye. 3'ü x'ə vuranda 3x çıxılsın. 3'ü 3'də 7'ye vuranda bunlar ixtisar gedir. Qalır burada 7. Cavab olacaq x çıx 1, 3x çıx 7 C bəndi. Adi qayda ilə bax bu verilmiş ifadəyə diskriminantını tapdım. 16 elədi. x1, x2'sini tapdım. Sonra aldığımız elə bir ki bu tənliyin kökləri 1'dən 3'də 7'dir də. X çıx 1, x çıx 3'də 7 yazdıq. Bir də sadəcə olaraq x kvadratının qarşısı nədirsə, həmin yazdığımız ifadəni də vurmalıyıq 3'ə. Vurduq 3'ə hazırdır. Baxırıq 7-ci məsələyə. Baxın, bu 7-ci məsələdə şəkil belə verilibdir. Sizdən bura yazıb K. Sizdən istəyir KD-ni. KD-yə bir x yazırıq. Burada bu bilirik ki radiusdur da. Baxın, bu 3 ilə 7'ni toplayanda 7 eləyir. Bu bizim radiusumuzdur. Əgər mən bunu sona qədər uzatsam, bu da olacaq 7. İndi baxın, 2 vətərin kəsişməsi. Burada 2 vətər almışıq da. Kəsişməsi haqqında düsturumuz var idi. CD vətəri 8'dən x ayrılıb. 8 vur x bərabərdir. Bu A'dır, bu O'dur. Burada uzatdıq deyə n olsun. Bu da olacaq 3 vurulsun. Kəsişmə nöqtəsinə qədər olan vurulsun. Burada olacaq 11. X bərabərdir 33 bölünsün 8. 33 8'ə böləndə 4 8'im 32. Bu da 1. Yəni 4 tam 8'də 1. O da 4 tam 1000'də 125. Yəni cavab D bəndi. 8'ə 1 0 tam 1000'də 125 deməkdir. Baxaq 8. Deməli ki, sinifdə oğlanların sayı qızların sayının 5'də 3 hissəsidir. Oğlan, qız bərabərdir 3 bölünsün 5'e. Yəni oğlana biz 3K deyirik. Qıza 5K deyirik. Bu deməkdir ki, oğlanlar, yəni 3K. Bütöv sinif nə qədərdir? 3K ilə 5K'nın cəmi 8K'nın neçə faizidir? İxtisar gedir. 100 ilə 8'i 4 aparıram 2. Bu da olacaq 4'ə gələndə 25. 25'i vuracaqsınız 3'ə böləcəksiniz 2'yə. 75 edir. 75'i də 2'yə böləndə 74'ü 2'yə böləndə 37 tam 10'da 5. Cavab D bəndi. Baxırıq 9'a. Baxın uşaqlar, 9-cu misalda şərtdə nə vermişsə hamısını yazsın. AB ilə BC bərabərdir. Yəni bərabər yanlı üçbucaqdır. Əgər mən bura x desəm, bura x desəm, niyə x dedim? Çünki baxın da yarı bölünübdür. CK median olubdur. Bərabər yanlı olduğu üçün şərtdə də yazıb da AB BC-yə bərabərdir. AB-miz 2x, sonda BC-miz də olacaq 2x. Belə, bunu verib bizə. İndi nə deyirsə onları yazıram da yerinə. Deyir ki, AK-nın üzərinə AC gələndə 13 eləyir. BC-nin də üzərinə KB gələndə 12 eləyir. Baxın bir də. BC-nin üzərinə KB gələndə 12 edir. BC-miz 2x-dir. KB-miz də x-dir. Toplayanda 12 edirsə, 3x-imiz 12-dirsə, x-imiz olacaq 4. X 4-dürsə, deməli bu 4, bu da 4. 8 imiş. Bu da 2-4'ün 8'i ümumilikdə 8 imiş. İndi AK ilə, yəni 4 ilə AC-ni toplayanda 13'dür. Deməli AC-miz nə qədər imiş? 13'dən 4 çıxırıq. Yəni 9. AC-miz də 9 imiş. Bizdən AC-nin soruşu 9A variantı. Bu qədər.
10-cu sualda ən böyük, ən kiçik qiymət tapılmasıdır. İfadənin ən kiçik qiymətini tapın. Ümumiyyətlə x kvadrat plus 14x plus 51. Baxın, burada m, n düsturlarını bir neçə yolla tapmaq olar. Mən m, n düsturlarına indi hal-hazırda bu cür deyəcəm. Bir neçə yolu var. M bərabərdir mənfi b bölünsün 2a. Elə bilin ki, bu sizdə x-in qiymətini ifadə edir. N də bərabərdir 4ac çıxılsın b kvadratı bölünsün 4a. Bu da sizə y-in qiymətini ifadə edir. Amma siz birinci mənfi b bölünsün 2a var. Baxın, bu düsturu mütləq əzbər bilməlisiniz. İkinci düsturu əzbər bilməsəz də olar. Gəlin biz m-i tapaq, yəni x-in qiymətini tapaq. Deməli, yazaq. B-imiz nədir? 14. Qarşısına bir mənfi qoyuram. Mənfi 14 bölünsün 2 vur. A-mız nədir? X kvadratın əmsalı nədir? 1. A-mız da 1-dir də. Elədir, mənfi 7. Yəni, biz m-i tapdıq mənfi 7. Mənfi 7 nədir? X-in qiymətidir. Bizdən X-in qiymətini soruşmur. Baxın, şərtdə ifadənin ən kiçik qiymətini tapın deyir. Aparın, harada X görsəz, m dediyimiz, yenə deyirəm, X ifadə edir də. Harada X görsəz, yerinə mənfi 7 yazın. Mənfi 7-nin kvadratı plus 14 vurulsun mənfi 7 plus 51. 7-nin mənfi 7-nin kvadratı 49 eləyəcək. Demək, 14-ü 7-yə vuracaq. Mənfi 7-yə vuracaq. Bu olacaq mənfi 4 7 28. 4 7 28. 2 hətta. Demək, 7 bölüm 7 o da 2. 98 plus 51. Yekun cavabımız olacaq 2. İndi baxın, qulaq asın. 2 aldığımız bizim nəyimizdir? Ümumi bütöv ifadənin cavabı. Cavab 2-dir bəndə. Baxın, sizdə ən kiçik sözü deyir. Bəzən uşaqlar soruşur ki, müəllim, birdən bizdən ən kiçik yox, ən böyük soruşardı. O bilirsiniz nəyə əsasən soruşulur? X kvadratının qarşısına baxırsınız. Əgər müsbətdirsə, sizdən şərtdə həmişə kiçik istəyir. Əgər X kvadratının qarşısındakı işarə mənfidirsə, yəni əmsalı mənfidirsə, onda şərtdə sizdən həmişə ən böyük qiyməti soruşur. Yəni sizdə ən kiçik, ən böyük qiymət heç bir şey dəyişdirmir. O x kvadratının qarşısına əsasən o söz deyilir. Müsbətdirsə ən kiçik ifadənin qiymətini soruşur. Mənfidirsə böyük istəyir. Sadəcə olaraq siz verilmiş ifadədə ən kiçik, ən böyük qiyməti tapmaq üçün bu düsturu əzbər bilməlisiniz. Mənfi b böl 2a. Yerib yerinə qoyursunuz. Bilirsiniz də a x kvadratının əmsalıdır 1. Bx-in əmsalıdır 14. C-də sərbəst duranda 51. Aparırsınız mənfi b böl 2a-dan yerinə qoyursunuz. M-i tapırsınız. M dediyimiz yəni x-i tapırsınız. Əgər şərtdə desəydi ki, x-in hansı qiymətində siz götürəcəksiniz cavabı mənfi 7. Amma sizdən x-in qiymətini soruşmurdu. İfadəni soruşurdu deyə apardınız yerinə düzdünüz. Harada x gördünüzsə mənfi 7-nin yerinə düzdünüz. İkinci cavab oldu 2. Baxırsınız, burada 11-ci məsələdə deyir ki, xaricdən toxunan çevrələrin mərkəzləri arasındakı məsafə 14-dür. Baxın, bu bunun mərkəzidir. O nöqtəsi buna deyək. Burada deyək O1. Bunlar arasındakı məsafə 14-dür. Bütöv 14-dür. Deyir, böyük çevrənin radiusu. Bax bura. Kiçik çevrənin böyük çevrənin radiusu kiçikdən 4 cm çoxdur. Kiçiyin radiusu baxın budur. Deyək R. Bu ondan 4 çoxdur. Yəni R plus 4-dür. Bunları toplayanda R plus 4 toplayanda ümumi nə qədər olur aradakı məsafə? Buradan bura qədər olan məsafə 14. 2 R'miz olacaq. 4 keçəcək. Bərabərliyin sağına 10. R olacaq 5. Deməli, balacanın radiusu baxın bura 5 imiş. Bu hissə isə 5 plus 4 9 imiş. Kiçiyin çevrənin uzunluğunu istəyir. Kiçik çevrə baxın budur. Çevrə uzunluğu L bərabərdir 2 pi r. Yəni 2 vurulsun, pi vurulsun, r-imizdə 5. Cavab 10 pi, yəni A bəndi. 12-ci məsələdə rənglənmiş hissə B ilə C-nin kəsişməsidir. Baxın, amma A yoxdur. Yəni B ilə C-ni kəsişdirirsiniz, amma A-nı çıxardırsınız da oradan. Cavab olur C bəndi. Baxın uşaqlar, burada da 180 dərəcədən qonşu bucaqdır da çıxmalısınız. 63 dərəcə, 25 dəqiqə, 30 saniyəni. 180 dərəcəni 1 dərəcə azaldırsınız, edirsiniz 179 dərəcə. O 1 dərəcənin yerinə yazırsınız 60 dəqiqə. Bilirsiniz də 1 dərəcəmiz 60 dəqiqə deməkdir. 60 dəqiqəni də 1 dəqiqə azaldırsınız. 59 dəqiqə gedirsiniz. 1 dəqiqəmizdə 60 saniyə deməkdir. Yazırsınız 60 saniyə. Sonra alt-alta çıxırsınız. Bu ecə 30 saniyə. 59-dan 25 çıxacaqsınız. Bu ecə 24. Bu 34. 34 dəqiqə. Bunlar da çıxanda 6-dır.
17-dən də 6 çıxanda 11-dir. 116 dərəcə 34 dəqiqə 30 saniyə Y bəndi. Baxın 14-cü sualda deyir ki, Px və Qx çoxəddilərin cəmini tapın. Bilirik də, oxşar çoxəddiləri toplaya bilərik. Oxşar da nəyə deyirlər? Yəni x kubudsa, o birisi x kubudsa, bunları toplayıb çıxmaq olar. Yəni dəyişənlər eyni olsun, əmsalları fərqli. Baxın 4x kubu ilə 2x kubunu toplayırsınız. Bu eləyəcək nə qədər? Başqa x kubu yoxdur. Misalda 6x kubu 11x kvadratı ilə mənfi 3x kvadratın. Bunun cavabı eləcək 8x kvadratı, müsbətli də böyük işarəsi. Sonra x-lardan biri x budur, bir də burada 8x var. Bu eləcək 9x, bu da müsbətli, bu da müsbətli. Yeri gəlmişkən bu 4-dür, bu da mənfi 5-dir, bu da mənfi 1-dir. Dediklərimizi yanaşı yazırıq. 6x kubu, müsbət 8x kvadratı, müsbət 9x, mənfi 1. Və cavab olacaq buradan B bəndi oldu da, B bəndi. Baxın, burada bizə BOC-ni, baxın bu bucağı şərtdə 15-ci suala baxıram. Bizə deyir ki, bucaq BOC, yəni O bucağı da 110 dərəcədir. Baxın, bura yazdım 110 dərəcə. Bizə nəyə soruşur? BAC-ni, A bucağını soruşur. Bura 110-dursa, onda biz bilirik də, mərkəzi bucaq 110-sa, söykəndiyi qövslə eynidir. O da 110-dur. Demişdik ki, iki toxunan arasındakı bucaq və bu qövs bir yerdə 180 verirdi. 110 üstünə A bucağın gəlir 180 dərəcə almalıyıq. Belə çıxır ki, bucaq A-mız 70 dərəcəymiş. Və yaxud da ki, burada görmək olar ki, qarşı-qarşıya durublarsa cəmləri 180-dir. Cavab A bucağı 70. Baxırıq burada 16-cı sualda 2 dənə moduldur. Toplayıb 0-dan kiçik bərabər qoyub. Biz bilirik ki, modul həmişə ən kiçik 0 alırdı. Qalan bütün hallarda müsbət cavab alır. 2 dənə müsbət cavabı toplayanda heç vaxt o 0-dan kiçik ola bilməz. Onun bir dənə yolu var, o da 0-a kiçik və bərabər qoyub da. Biz bu kiçik işarəsini silirik, bir dənə bərabər işarəsini götürürük. Yəni modulda 4 plus A, 3B çıxılsın 9. Kiçik ola bilməz. Amma bərabər dediyi üçün bərabəri götürürük. Bizə işarəni belə veribdir. Bərabəri götürürük da, kiçiyi yox. Ayrı-ayrıqda 2 modulun cəmi 0-dırsa, ayrı-ayrıqda 0-a bərabər edirik. 4A, 4 plus A 0-dırsa, A mənfi 4-dür. 3B çıxılsın 9 0-dırsa, 3B-miz 9-dursa, B-miz də 3-dür. Və bizdən də onların cəmi soruşur. Mənfi 4-ün üstə 3 gələndə mənfi 1. Baxın, burada deyir ki, B bucağı 90 dərəcədən nə deyir? Kiçikdir. Yəni, biz belə bir bucaq çəkək. Deyək ki, bu B bucağı olsun. AB, C-ni yazdım bura. AB-mizə 8 cm veribdir. BC-mizə 10 cm veribdir. AC tərəfimizə ala biləcək ən böyük X yazaq. Bu B bucağımıza qeyd edib ki, 90-dan kiçikdir. Biz bunun üçün nə demişdik? Demişdik ki, şərtdə əgər 90-dan kiçik qeyd olunubdursa, biz nə yazırdıq? X. Baxın, yadımıza salırdıq. Əgər 90 dərəcəyə bərabər olsaydı, onda x bərabər olurdu kök altında. Biz bu necə demişdik? Baxın, düsturu belə öyrənmişdik də. A kvadrat plus B kvadrat bərabərdir C kvadrat. Pifaqor teoreminə əsasən. Nə vaxt bu olurdu? Bucaq 90 dərəcəyə bərabər olanda, biz Pifaqor teoremini tətbiq edirdik. C bərabər olurdu kök altında A kvadrat plus B kvadratının cəminə. 90 olanda 3 bucağın bir tərəfi digər iki tərəfinin kök altında iki tərəfin kvadratları cəminə bərabər olurdu. 90-dan kiçik olanda da nə olmalıdır x? X 90-a bərabər olanda əgər bərabərdirsə, 90-dan kiçik olanda da kiçik olmalıdır da. Yəni x kiçikdir kök altında A kvadrat plus B kvadratından. Və biz bilirik ki, 3 bucağımız bir tərəfi digər iki tərəfin fərqindən böyük olur. Fərqindən də böyükdür də, yəni. Da deyək ki, modulda A çıxıb B-dən böyükdür. İndi həll edirik. Yerinə qoyuruq. Nə deyirsə yerinə qoyub hesablayırıq. X-imiz durdu burada. 10-la 8-in fərqi 2-dir. Kök altında 10-un kvadratı 100, 8-in kvadratı 64. Elə də 164. X-i yazdım, 2-ni yazdım. 164-dən də təxminən 169-dan 13 çıxır. 144-dən də 12 çıxır. 164, 144 ilə 169-un arasındadır. 12 ilə 13 arasında bir ədəd çıxır. 12 tam neçəsə. Bu da mənə deyir ki, x-imiz, yəni AC-mizdə ən böyük nə ola bilər? 12 tam neçəsədirsə, ən böyük 12 ola bilər də tam qiymət. Əvvəla burada birinci, baxın 18-ci suala deyir ki, 760 ilə 810 arasındakı natural ədəddən 14 çıxanda bu ədəd 4-ə 5-ə 6-ya bölünür.
Mən 4-ə, 5-ə, 6-ya bölünən ədədləri görüm hansı ədəddə ən kiçik. Əkop tapaq. Nə olacaq əkop? 6 vurulsun 5 vurulsun 2. 30 vurulsun 2. Yəni 60'dır da. 4'ün 5'in 6'nın əkobu 60'dır. 60 və 60'ın misilləri. Yəni 60K. İndi 760'dan 810 arasındakı ədədə baxıram deyə 60'ı vuracağım. 13'ə vura bilərəm də. 13'ə vursam, baxın, K-ya 13 desəm. 60'ı 13'ə vursam nə qədər eləyər? 3, 6, 18, 6, 1, 6, 1, 780 eləyər. Baxın, elə bilin ki, 780 4'ə, 5'ə, 6'ya qalıqsız bölünür. Amma bu deyir ki, 760 ilə 810 arasındakı natural ədəddən 14 çıxdıqda bu ədəd 4'ə, 5'ə, 6'ya qalıqsız bölünür. Yəni 780'ın üzərinə 14'ü gəlin. Görün necə eləyəcək? 794. Mənə deyir ki, bu ədədi tapın. 794 demiş ki, 794'dən 14 çıxıb qalıb 780 və həmin ədəd 4'ə, 5'ə, 6'ya qalıqsız bölünüb. Cavabımız 794. 19-cu sualda elə bilirəm, danışıram, yazır, izah elədim. Deməli, 4'ü vururuq 6'ya, 3'ü də vururuq 7'yə. 1, 2. 2, 4, 8 bərabərdir 7'yə. 2 dəfətlərin gəzişməsidir də, yəni sadə bir şeydir. Deyir ki, ədəd oxu üzərində Y və F nöqtələrindən, ədəd oxu üzərində göstərilmiş Y və F nöqtələrində olan ədədlərin hasilini tapın. Aha. Baxın, 0-dan -1'ə qədər 1, 2, 3, 4. 4 deməli, addım məsafə var 0-dan -1'ə qədər. Yəni bu deməkdir ki, 4'də 1, 4'də 1 arta gedir də. 4'də 1, baxın, -1'dən -2'yə kimi. Yəni 1, 2, 3, 4. 4'də 1, 4'də 1 gəlib olub -2. -2-dən Y-yə qədər 1, 2 dənə məsafə var. Deməli, 4'də 1, 4'də 1 toplayanda 2'də 1 eləyir də. Yəni bu olacaq -2,5 Y-miz. F-imiz isə, baxaq bura 1, 2, 3, 4. Yenə 4, 4 gedir. F-imiz olacaq 1, 2, 3. 4'də 3. Yəni 1,4'də 3 F-imiz. Hasilini soruşur. -10'da 25 vurulsun. 1, 4'üm 4, o da 7. Belə, 4'də 7. Hasillərini tapacağıq. Eləcək nə qədər? 5'ə çarparsaq 2, bu da 5. 5, 7, 35, 2, 4'üm 8 mənfi. O da olacaq -4,8'də 3. Deməli, baxın, burada uşaqlar 21-ci sualda 3 üstündə 2x plus 1'i bizə verib 2, 27 üstündə 2x plus 1'i soruşur. Mən buradan yazarım. Bunu 3'ün, 27, 3'ün kubu deməkdir də. Üstündə 2x plus 1 bərabərdir. Baxın, bunu belə yazdım. Biz bilirik ki, burada 3 vurulsun, ki 3 çöplər bir-birinə vurulur da, yəni 3 vurulsun 2x plus 1 deməkdir. Baxın bu. Bizdən bu cavabı soruşur. Mən də bunu belə yaza bilərəm də. 3 üstündə 3, üstə gəlinsin 3 üstündə 2x plus 1 kimi. Çünki bilirəm ki, ortada baxın uşaqlar, bunu mən belə deyim də sizə daha rahat başa düşün. Laf belə yazıram. Baxın 3 üstündə bu 3 ilə 2x plus 1'in yerini dəyişə bilərəm də. Onsuz da vurmadır da. Vuruq hasil. Yerlərini dəyişirəm. 3 üstü 2x plus 1'i bizə 2 veribdir. Çölündə də 3. 2 üstü 3 elədi 8. Ən yaxşısı budur. 22'ye baxaq. 16 çıx n kvadrat böl n kvadrat. N-in neçə tam qiymətində, kəsirin qiyməti tam ədəd olar. Ayrı-ayrı kəsir şəklində yazıram. 16 böl n kvadrat çıxılsın n kvadrat böl n kvadrat. Bunlar gedir. Qalır 16 bölünsün n-in kvadratı çıxılsın 1. N-in 16'nın bölənlərini yazırıq da. 1 ola bilər, 2 ola bilər, 4 ola bilər. Və bir də müsbət mənfi hər ikisi ola bilər. Müsbət mənfi hər ikisi ola bilər. N-in neçə tam qiymətində? Cavab tam ədəd oldu. 3 müsbət 3 mənfidə mühitə 6 dənə qiymətində. Bizə belə bir şəkil verilib 23-cü sualda.
Bizə deyir ki, sinus bucaq f bərabərdir 10-da 8-ə. Baxın, f bucağı haradır? Buradır. Sinus nə idi? Sinus. İti bucağın sinusu qarşıdakı katet bölünsün hipotenuz deməkdir. Hipotenuz. Qarşıdakı katet haradır? Baxın, burada x plus 2. Deməli, bura 8 imiş. Hipotenuzumuz nə qədər imiş? 10 imiş da. İndi 8, hipotenuz 10. Digər katetimiz də 6 olmalıdır da. 8-in kvadratı 64, 6-nın kvadratı 36. Toplayanda 100 eləyir. Hipotenuz da olur 10. İndi belə çıxır ki, x-imiz neçəymiş? Bizə nəyə soruşur? FC'ni soruşur. FC'miz 6'ymış da. Baxın, burada əgər mən FC'ye 6 desəm, onda gərək x5 ola. x5 olsa, burada 5-in üstə 2 gələndə 7 ödəmir. Baxın, bir də bilirsiniz necə uşaqlar. Bunu ixtisara aparaq. Qarşılığı belə deyək. Yəni, qarşılığı sadə ədədlər eləyək də. 2 ixtisar aparaq 4, bu da olsun 5. İndi bunu belə yazaq. Qarşı katetə, qarşıdakı katetimizə 4, hipotenuzumuza 5. Sinus qarşıdakı katet bölü hipotenuzu ixtisar aparandan sonra yazaq. Onda 25-dən 16 çıxanda 9 qalacaq. O da 3 deməkdir. Bura olacaq 3. İndi baxın, düz olacaq. X plus 2 4-dürsə, x olacaq 2. X plus 1 3-dürsə, x olacaq 2. X plus 3 5-dirsə, x olacaq 2. Yəni, x hamısında 2 oldu. Amma bayaq 18 yazanda ödəməmişdi. Bizdən FC'ni soruşur. FC'miz də ümumilikdə 3-dür də. Tapdıq 3. X-imiz 2 oldu. FC'miz 3. Cavab 3-dür. Baxırıq 24-cü suala. Satıcı əlindəki malların 40%-ni 20% gəlirlə satır. Satıcı deyək ki, 100 dənə malı var, 100 ədədi malı var. Ümumidə 100 manat belə deyək, pul verib də mallarına. 100 ədəd malı var, 100 manat pul verib. Deyək ki, bu malların 40%-ni. 100 ədəd malın 40%-i edir 40. 40 dənəsini 20% gəlirlə satır. 40-ı 20% gəlirlə satanda 120-yə vurub 100-ə bölürük. Bu edir 48 manat. Elə bir 40 dənəsini 48 manat satdı. 20%-ni, 100 ədəd malın 20%-ni, yəni 20 dənəsini nədir? 30% zərərlə satır. 20-ni vururam, 70-ə bölürəm 100-ə. Zərər deyəndə çıxırıq da, 100-dən 30 çıxıram. Edir 70, bayaq 100-ün üstə 20 gəldim, 120 oldu. Bu elə də 14 manat. Elə bir buradan da 14 manat satdı. Ümumi 48 manat, bu da 14 manat. Olacaq, deməli, 62 manat pul qazandı bu 60 dənə maldan, 60 ədəd maldan qazandı bu qədər pul. Bu isə mənə deyir ki, qalan malları 100 ədəddən 60 ədəddən satıb qalıb 40. 40-ı neçə faiz gəlirlə satsa, gəlir deyəndə 100-də 100 plus x olur da, zərər deyəndə yuxarıdan çıxırıq, gəlir deyəndə belə. Gəlirlə satsa, ümumi satışdan 12% gəlir əldə edər. Ümumi satışım 100 manatdır. 12% gəlir qazanmaq üçün mən gərək 112 manat beynimdə götürəm. Mən 112 manat gəlir əldə eləməliyəm. 62 manatın qazanmışam 60 dənəsindən. 112-dən 60 çıxıram, yerdə qalır 50. Yəni mən 40 dənədən də 50 manat qazanmalıyam da. Baxın, bunu hesablamalıyıq indi biz. Gedək hesablayaq. 40 vurulsun 100 plus x sürətə aiddir də bu 40. Burada 1 yazanda çarpaz vuranda olacaq 50 vurulsun 100. Bu sıfırlar gedir. 4'ü 100'ə vururuq 400 plus 4x-ə vururam 4x. 5'i 100'ə vururam 5x. 4x bərabər olacaq. 400 keçir bərabərliyin sağına. 500-dən 400 çıxıram 100. X-ə bərabərdir 100'ü 4'ə bölürəm 25. Və son 25%. Və sonuncu 25-ci məsələyə baxıram. Uyğun tərəfləri paralel deyəndə 5K ilə 4K-nı toplayacaqsınız. 180-də bərabər edəcəksiniz. Sadə sualdır. 9K-mız 180-dır. K-mız da 20-dir. 5K dediyi üçün 100, 4K dediyimiz üçün 80. Bu qədər. Belə. Sağ olun.